Salam, hər vaxtınız xeyir əziz müəllimlər. Mən Rızayeva Övlaq. Bugün sizə 9-cu sinif texnologiyadan ilk mövzularımız olan birinci, ikinci mövzuların izahını verəcəm. Bizim bu iki mövzumuz məişət mədəniyyətinə aiddir. Məişət mədəniyyətdə bilirsiniz ki, texnologiyanın məzmun xəttlərindən biridir. Biz sizinlə 5-ci, 6-cı, 7-ci, 8-ci siniflərdə də ilk başlanğıc olaraq bizə məişət mədəniyyətinə aid olan mövzular verilmişdi ki, biz onları sizinlə keçmişik. 9-cu sinifdə də ilk mövzular məişət mədəniyyətinə aiddir. Birinci mövzumuz mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydalarıdır. Mədəniyyət müəssisələri təyinatına görə 3 yerə bölünür. Mədəni maarifləndirici müəssisələrdir, sərgi zalları, teatr, baxış müəssisələri. Baxın müəllimlər, mədəni maarifləndiricilərə aiddir kitabxanalar, muzeylər, parklar, heyvanxanalar, istirahət mərkəzləri, sərgi zallarına sərgilər, qaleriyalar, teatr baxışlara aiddir. Teatrlar, konsert salları, sirklər və s. Bunları açar sözlə necə yadda saxlaya bilərik müəllimlər? Baxın, biz kitabxanaya gedirik, kitab oxuyuruqsa bu zaman maariflənmiş oluruq. Və yaxud da muzeylərə, parklara, heyvanxanalara, istirahət mərkəzlərinə gedən zaman ətraf mühitlə tanış oluruq və dünya görünüşümüzü artırmış oluruq. Bu zaman da maariflənmiş oluruq. Yəni dünya görünüşümüzü artırırıqsa maariflənmiş oluruq. Maarifləndiriciləri bu cür yadda saxlaya bilərsiniz. Sərgi zallarına sərgilər, qaleriyalar aiddir. Teatr baxışa da aiddir. Teatrlar, konsert zalları, sirklər. Biz teatra, konsertə, sirkə gedən zaman nə edirik? Baxırıq və zövq alırıq. Baxış sözü ilə bu cür yadda saxlayın. Baxırıqsa teatr baxışı bu cür yadda saxlaya bilərsiniz. Davranış mədəniyyəti nə deməkdir? Davranış mədəniyyəti insanların birgə yaşayış zamanı əməl edəcəkləri qayda və qanunlardır. Fərqli şəraitdə ətrafdakılarla ünsiyyət qurma bacarığıdır. Bir insan elə uşaqlıqdan ünsiyyət qurma bacarığını ailədə öyrənir və hər zaman elə davranmalıdır ki, onun deməli davranışında, xüsusiyyətində, xasiyyətində heç bir süynülük, riyakarlıq, loğvalıq, nəzakətlilik olmasın. Bir insan düzgün, səmimi, tələbkar, özünə tələbkarsa, ləyaqətlidirsə, diqqətlidirsə, qayğıkeşlikdirsə və yaxud da dözümlüdürsə, özünü idarə etməyi bacarırsa, bu zaman hamıya xoş rəftar və rahat olur. Ümumiyyətlə, bunları necə yadda saxlaya bilərik müəllimlər açar söz olaraq? Düzgünlük deyəndə doğru danışmağa meyil göstərmək, doğrunu sevmək deməkdir. Əgər doğru yoldasınızsa, bu düzgünlük deməkdir. D hərfləri ilə də yadda saxlaya bilərsiniz, doğru sözü ilə də yadda saxlaya bilərsiniz. Səmimilik nədir? Səmimilik düzgünlüyün təzahürüdür. Ümumiyyətlə, insan öz hissi və duyğularını, yəni digərlərinə, yəni ətrafdakı insanlara öz hisslərini öz sözləri ilə çatdıra bilirsə, bu səmimilik deməkdir. Bu da dürüstlüyün təzahürüdür sözündən yadda saxlaya bilərsiniz. Tələbkarlıq nədir? Şəxsiyyətin formalaşmasının göstəricisidir. Məsəl üçün, deyək ki, mən müəlliməyəm, şagirdlərimə və yaxud da müdavimlərimdən dərs tələb eləyirəm, test tələb eləyirəm və yaxud da dərsi yaxşı öyrənmələrini tələb edirəmsə, yəni bir şəxsiyyəti nə edirəm? Formalaşdırıram. Yəni bunu bu cür yadda saxlayın ki, şəxsiyyətin formalaşdırmasının göstəricisidir tələbkarlıq. Özünə tələbkarlıq nədir? Yəni bir insan daim öz dünya görünüşünü hər zaman artırır, faydalı bilik və bacarıqları zənginləşdirir. Yəni bu yolda hər hansı bir iş görürsə, bu onun özünə tələbkarlıq deməkdir. Öz dünya görünüşünü genişləndirməsi sözünü yadda saxlaya bilərsiniz. Öz sözü ilə yadda saxlaya bilərsiniz. Ləyaqət nədir? Mənəvi əxlaqi kateqoriyadır. Yəni ki, bir insan özünə hörmət edirsə, özünə qiymətləndirirsə, bu zaman ləyaqətli deməkdir. Və diqqətlilik. Diqqətlilik nədir? Fikrin, görməni, eşitməni, kimə və nəyəsə yönəltmək deməkdir. Məsəl üçün, mən televizora baxıramsa, anam telefonla danışırsa, mən fikrimi, görməmi, eşitməmi anama yönəldirəm ki, bilmək istəyirəm ki, anam kiminlə danışır. Yəni burada nə etdim? Diqqətimi başqa yerə yönəltdim. Bu da diqqətlilik deməkdir. Fikrimi, görməmi, eşitməmi kiməsə nəyəsə yönəldirəm. Bu diqqətliliklə aiddir. Və qayğıkeşlik. Yəni başqasına kömək etməyə həmişə hazır olmaq. Yəni mən kiməsə kömək edirəmsə, buna həmişə hazıramsa, bu qayğıkeşlik deməkdir. Dözümlülük. Fiziki və mənəvi təsir zamanı səbirli olmaq, ətrafdakı mühiti canlıya, yəni təsir edən həddi qorumaq bacarığıdır. Deyək ki, mən hər hansı bir nəyəsə əsəbləşmişəm və yaxud da hirslənmişəmsə, bu zaman səbirli oluram.
səbirli olam və ətrafdakı insanlara heç bir təsir göstərmirəm və bu həddi qoruyuramsa, bu dözümlülük deməkdir. Baxın, dözümlülük sözünü səbirli olmaq sözündən yadda saxlayasınız. Sonra özünü idarə etmə. Fərdi keyfiyyətləri sayəsində müdaxilə və yaxud da kömək olmadan müstəqil şəkildə öz işinin öhdəsindən gələn insana deyilir. Hər hansı bir hadisə başıma gəlibsə, onun öhdəsindən özüm gəlirəmsə, yəni heç bir kömək olmadan gəlirəmsə, müstəqil şəkildə öz işinin öhdəsindən gəlməyi bacarmaq deməkdir. Yəni özünü idarə edir. Yəni bir insan özünü idarə edir deməkdir. Burada necə yadda saxlayacaqsınız? Ö hərfi ilə özünü, öhdəsini, yəni ö hərflərlə başladığına görə bu cür yadda saxlaya bilərsiniz. İnsanlar arasında mədəni əlaqənin qurulmasında ünsiyyət mədəniyyətinin böyük rolu vardır. Ünsiyyət mədəniyyəti davranış mədəniyyətinin bir hissəsidir. Deyək ki, bizə ünsiyyət mədəniyyətinə aid olan bizə burada davranış qaydası verib. Baxın, ətrafdakı insanların xüsusiyyəti, hərəkəti və davranışlarını doğru qiymətləndirmək lazımdır. Bu bir. İkincisi isə vacib ünsiyyət bacarıqlarına yiyələnmək, ünsiyyət qurduğun insanın fərdi keyfiyyətlərini, xüsusiyyətlərini nəzərə alaraq ona o cür yanaşmalısınız. Bu da oldu bizim ikinci deməli ünsiyyət bacarığımız. Sonra xeyirxahlıq kiməsə yaxşılıq etmə bacarığıdır. Yəni burada yaxşılıq sözü varsa, burada xeyirxahlığa aiddir. Yəni burada başqa bir şeydən heç bir deməli mədəniyyət davranış qaydasını söhbət edə bilməz. Yaxşılıq sözü varsa, xeyirxahlığa aiddir. İnsan mütləq şəkildə ünsiyyət qurmağı öyrənməlidir. Yəni ki, qarşılıqlı əlaqənin məxfiliyi haqqında maariflənməli, ətrafdakıların hərəkətlərinə və əməllərinə adekvat reaksiya verməlidir. Sosial aləmdə davranış modeli qurmağı bilməlidir. Davranış mədəniyyəti nədir? İnsanlara hörmətlə yanaşmaq və düzgün rəftar etmək deməkdir. Bu da mərifətdir, ədəblidir. Yəni bu özünü deməli inkişafda göstərir. Baxın, mərifət deyəndə qaydalara riayət etmək deməkdir. Yəni bu cür yadda saxlayın. Müəyyən edilmiş qaydalara riayət etmək. Ədəbli olmaq isə ümumiyyətlə insanlar arasında münasibətin ölçüsünü hiss etmək deməkdir. Baxın, nəzakətlilik deyəndə müraciət zamanı gözlənilən ədəb və mərifətdir. Elə bayaq dediyimiz kimi mərifət nə idi? Müəyyən edilmiş qaydalara riayət etmək. Ədəbli olmaq nə idi? İnsanlar arasında münasibətin ölçüsünü hiss etdirmək. Baxın, bu nəzakətliyin içərisindədir. Ona görə deyir ki, müraciət zamanı gözlənilən ədəb və mərifətdir. Biz sizinlə 8-ci sinifdə də nəzakətliliyi keçmişdik ki, nə deməkdir? Mədəni və nəcib davranış demişdik ki, davranışdır. Əgər bizə 8-ci sinifdən düşərsə, biz 8-dən götürəcək ki, mədəni və nəcib davranış deməkdir. N hərflərlə yadda saxlamışdıq. Mədəni sözündə də N var, nəcib sözündə də N var. Burada isə nəzakətliliyi ədəb və mərifətlə yadda saxlayacaqsınız müəllimlər. Ümumiyyətlə, insanlar davranış zamanı bəzi fərqli spesifik ünsiyyətlər bacarığın olması ilə deməli sıx əlaqəlidir. Deyək ki, məsəl üçün həmsöhbət etdiyimiz insanların görünüşü, davranışı, geyimi və yaxud da nitqi qabiliyyəti bizim onun haqqında düşüncəmizdə ilkin təsəvvür formalaşır. Deyək ki, belə bir deyim var, deyir ki, insanları geyiminə görə qarşılayırıq, ağlına görə yola salırıq. Burada da onu demək istəyir ki, onun görünüşü, davranışı, geyimi, nitqi bizdə onun haqqında deməli düşüncəmizdə ilkin təsəvvür formalaşır. Ümumiyyətlə, ucadan deyilən hər bir söz, deyək ki, böyük vasitə olmuşdur. Aydın deyilən söz, ucadan deyilən söz, bu bizim üçün böyük vasitə olur. Deyək ki, həmsöhbət etdiyimiz insanı yaxşı tanıyırıq və yaxud da onun intellektini, mədəni və davranışını, yəni bizdə onun ilkin məlumatı formalaşır. Bu oldu bizim mədəni davranış qaydalarımız. Və bizə bir də burada verib mədəniyyət ocaqlarında davranış və ünsiyyət qaydaları var. Yəni kitabxanadır,
muzeydir, sərgidir, bu kimi yerlərdə deməli ünsiyyət qurma bacarığını, qaydalarını bilməliyik. Kitabxanada davranış qaydaları verilir. Kitabxananın oxu zalında olarkən mütləq tam sakitliyə riayət etmək lazımdır. Asta olmaq lazımdır, pıçıltı ilə danışmaq lazımdır, kitabları səssiz vərəqləmək lazımdır, kitabın kənarında qeydlər aparmaq olmaz, qələm və yaxud da karandaşla digər əşyalarla yazmaq olmaz. Bilmək lazımdır ki, bunu səndən başqaları da deməli istifadə edəcək. Ümumiyyətlə, kitab müəyyən edilmiş vaxtdan çox qalmamalıdır. Yaddan çıxarmayın ki, kitabları təkcə siz deyil, kitabxanaya gələn bütün insanlar oxumaq istəyir. Muzey və yaxud da sərgi zallarında davranış qaydaları vardır ki, muzeyə gələrkən ilk öncə eksponatlara baxmazdan əvvəl qaydalara əməl etməlisiniz. Üst geyimlərinizi və yaxud da ağır əşyalarınızı qardirovda təhvil verin. Böyük muzeylərdə və yaxud da sərgilərdə gəzmək istəyirsinizsə, bu zaman bələdçidən kataloqlar əldə edin. Kataloq, yəni ki, eyni əşyaların deməli müəyyən sistem üzrə düzəldilmiş siyahısıdır. Və yaxud da məsəl üçün zalda eksponatlar ilə tanış olarkən diqqətli olun. Əgər bu zaman otaqlar çoxdursa, 1-2 otağa baxın, qalan otaqlara da başqa vaxt gəlib baxa bilərsiniz. Muzeydə səssiz hərəkət etmək lazımdır. Yüksəkdən danışmaq olmaz. Audio, video və yaxud da musiqi dinləmək olmaz. Gördüklərimizi ucadan müzakirə etməyin. Əsərlərin müəlliflərinə və yaxud da ünvanlarına tənqidi fikir söyləməyin. Əsərlərin tarixi və yaxud da müəllifi haqqında məlumat verən muzey bələdçisinə diqqətlə qulaq asın. Əgər əsərləri haqqında hər hansı bir fikir mübadiləsi aparmaq istəyirsinizsə, bu zaman ətrafdakıları narahat etməyə çalışmayın. Və yaxud da eksponatlarla tanış olmaq istəyirsinizsə, bu zaman deməli onların önünə keçməyin. Gözləyin ki, sizin önünüzdə olanlar da baxıb qurtardıqdan sonra, yer boşaldıqdan sonra həmən yerə keçə bilərsiniz. Muzeydə və yaxud da sərgidə müəyyənə olunmuş sərhəddi keçmək olmaz, eksponatlara əl vurmaq olmaz. Teatr baxış müəssisəsində ünsiyyət və intizam qaydaları vardır ki, deməli teatra vaxtında gəlmək lazımdır. 3-cü zəngdən sonra tamaşa zalına giriş üçün mübahisə etməyin. Tamaşa zalında video, audio şəkillər çəkməyin. Tamaşanın gedişini poza bilərsiniz, aktyorların işinə mane olarsınız, onların diqqətini çəkərsiniz. Hərəkət və yaxud da bu kimi hərəkətlər deməli tamaşaçılarda və yaxud da aktyorlarda narahatçılıq yarada bilər. Tamaşa başlamazdan əvvəl mobil telefonunuzu söndürün. Öz yerinizi sıralarınız arası ilə üzü oturanlara, yəni tamaşaçılar tərəf olmaqla keçməlisiniz. Əgər tamaşa zalında yeriniz tutmusunuzsa, oturmusunuzsa yerinizdə, bu zaman sizin deməli yerinizə yanınızdan keçmək istəyən varsa, bu zaman onları ayaq üstə qalxıb yol verməlisiniz. Biletinizdə qeyd olunan yerdə əyləşməlisiniz. Əgər sizin yerinizi tutublarsa, bu zaman nəzarətçidən məsləhət alın. Oturarkən ayaqlarınızı, qollarınızı geniş açmayın. Tamaşa zamanı danışmayın. Təfərrüatlarınızı fasilədə bölüşməlisiniz. Zala yemək, içməkdir gətirməyin. Tamaşanın sonunda aktyorları alqışlamağı unutmayın və tamaşa sona çatmamış zaldan deməli çıxmaq olmaz. Bu bizim oldu müəllimlər birinci mövzumuz. İkinci mövzumuz isə ailə büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin roludur. Ümumiyyətlə, ailə büdcəsi nədir? Ailə büdcəsi bütün ailə üzvlərinin pul və maddi aktivlərin məzmusudur. Bir sözlə desək, yəni valideynlərin şəxsi büdcəsinin bir yerə toplanmasıdır. Burada deyək ki, iki üzvünün gəlirləri formalaşıbsa, amma bu 4 əsas istiqamətdə xərclənir. Məsəl üçün, deyək ki, burada baxın cədvəldə də verib, gəlirlər var. Atanın gəliri, bir də ananın gəliri. Bu ailə büdcəsində formalaşır, yəni toplaşır. Amma 4 əsas istiqamətdə xərclənir. Atanın şəxsi gəlir xərcləri, ananın şəxsi xərcləri və ailəyə sərf olunan xərclər, bir də uşaqlara sərf olunan xərclər. Bu zaman burada uşaq yoxdursa, bu zaman xərclər olacaq 4 əsas istiqamətdə.
atanın şəxsi xərcləri, ananın şəxsi xərcləri, bir də ailəyə sərf olunan xərclər. Ailə büdcəsinin deməli aktiv və passivləri vardır ki, gəlin onlara baxaq. Ailə büdcəsinin passivləri şəxsi və ya borc nəticəsində əldə olunan vəsaitlərdir. Deyək ki, bir insan hər zaman kredit götürür, digər insanlardan borc alır. Borc alırsa, bu passivlərə aiddir. Passiv, yəni bütün borc və öhdəliklərin məcmusu deməkdir. Ailə büdcəsinin aktivləri nədir? Büdcə passivlərinin yerləşdirilməsi üsullarıdır. Yəni bir büdcədə passivlər varsa, bu zaman həmin passivlərin yerləşdirir. Yəni şəxsi büdcədə olduğu kimi ailə büdcəsində bütün aktivlərinin pul gəlirlərinə və maddi gəlirlərə ayırmaq olar. Məsəl üçün deyək ki, qənaət edilmiş vəsaitlərdir, kapitaldır, şəxsi ehtiyaclara lazım olan pullardır, ehtiyat pullardır və yaxud da maddi gəlirlərə ailənin əmlakına ayırmaq olar. Və burada müəllimlər ev təsərrüfatının gəlirləri bizə verilmişdir. Ev təsərrüfatının gəlirləri deyəndə, yəni ki, bu 4 qrupa ayrılır. Əməyə görə ödənilən əmək haqqı, sonra istehsalın digər amillərindən istifadə hesabına əldə olunan gəlirlərdir, köçürmə ödəmələrindən əldə olunan gəlirlərdir, bir də iqtisadiyyatın qeyri-rəsmi sektorundan gələn gəlirləri nəzərdə tutur. Məsələn, əməyə görə deyəndə əmək haqqı formasındadır. İstehsalın digər amillərindən istifadə hesabına əldə olunan gəlirlər malik olduğu kapitaldan faiz kimi daxil olur. Məsələn, biz hər hansı bir bankda hesab açmışıqsa öz hesabımıza, ora pul qoymuşuqsa, oradan deməli bizə faiz kimi daxil olan gəlirləri nəzərdə tutur. Torpaqdan gələn gəlirlərdir, rentadır, sahibkarlıq fəaliyyətindən daxil olan gəlirlərdir. Bunlar aiddir istehsalın digər amillərinə. Köçürmə ödənişlərindən əldə olunan gəlirlərə aiddir. Yaşa görə təqaüddir, tələbə təqaüdüdür, əlavə müavinətlərdir, sonra işsizliyə görə müavinətlərdir, uşaqlara görə müavinətlərdir və s. köçürmə ödənişlərinə aiddir. İqtisadiyyatın qeyri-rəsmi sektoru deyəndə isə məşğulluqdan əldə olunan gəlirləri nəzərdə tutur. Bir də ailə gəlirləri, müəllimlər, pul gəlirləri, bir də maddi gəlirləri var. Yəni iki növ var. Pul gəlirləri və maddi gəlirləri. Burada biraz qarışıq verib, mən siz üçün onu aydın şəkildə deyirəm, özünüz üçün qeyd edin. Pul gəlirlərinə aiddir ailə üzvlərinin müəssisələrdən və yaxud da idarə və təşkilatlardan aldığı əmək haqqı və yaxud da ailə üzvlərinə verilən pensiya, təqaüd, müavinat, digər sosial və sığorta ödəmələri. Bunlar aid oldu pul gəlirlərinə. Maddi gəlirlərə isə aiddir müəllimlər. Zəhmətlə qazanılmış fəaliyyətə görə müxtəlif mükafatlandırmalar. Deyək ki, mən müəlliməyəm, ilin müəllimə adı alıram və yaxud da və yaxud da xalq müəllimi adı alıram. Yəni mənim zəhmətimin qarşılığında mükafatlandırma. Baxın, bunu nəzərdə tutur. Sonra miras alınmış hədiyyələrdir. Daha sonra əmək nəticəsinə görə mükafatdır. Yəni istisna olunmaqla digər mükafatlardır. Yəni burada deyir ki, əmək nəticəsinə görə mükafat siz nəyi nəzərdə tutur? Yəni istisna olmalı. Biz əgər işləyiriksə, onun qarşılığında əməyə görə pul alırıqsa, bu istisna olmaqla, yəni bunu nəzərdə tutur. Sonra alimentlərdir, məhkəmənin qərarı ilə ödənmələr və yaxud da kompensasiyalardır, ailə üzvlərinin və ev təsərrüfatından və sahibkarlıq fəaliyyətindən gəlirlərdir. Bunlar hamısı aiddir maddi gəlirlərə. Bir də ev təsərrüfatından və sahibkarlıq fəaliyyətindən gələn gəlirlər verib bizə. Biz düzdür, yuxarıda biz sizinlə baxın burada ev təsərrüfatının gəlirləri dedik ki, bir qayda olaraq 4 qrupa ayrılır. Düzdür, 4 qrupa ayrılır. Amma bizə aşağıda verib ki, ev təsərrüfatından və sahibkarlıq fəaliyyətindən gələn gəlirlər öz növbəsində 4 yarım qrupa ayrılır müəllimlər. Yarım qrupa. Yarım qrupa sözünü sahibkarlıq, yəni ev təsərrüfatı və sahibkarlıq fəaliyyətindən gələn gəlirlərə aid edəsiniz. Burada sahibkar sözü varsa 4 yarım qrupu götürəcəksiniz. Bunlar hansılardır? Şəxsi yardımçıdır, ev əmlakıdır, maliyyə kreditidir, bir də sahibkarlıq fəaliyyətidir. Baxın, bunları şəms sözü ilə yadda saxlayacaqsınız. Ş,
şəxsi yardımçı, E. Ev əmlakı, M. Maliyyə krediti, S. Sahibkarlıq. Baxın, şəxsi yardımçı deyəndə təsərrüfatdan becərilən kənd təsərrüfatı məhsullarıdır. Yəni onları realizə edilməsi deyənlərin satışından əldə edilən gəlirlərdir. Ev əmlakı ilə əməliyyatlardan alınan kreditlərdir. Maliyyə krediti əməliyyatlarından gələn gəlirlərdir. Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir. Baxın, bunu da şəms sözü ilə açar söz olaraq yadda saxlayacaqsınız. Sahibkarlıq fəaliyyəti nə deməkdir? Sahibkarlıq fəaliyyəti müəllimlər, sahibkarlıq fəaliyyəti göstərən xidmət, istehsaldan və ya əmtəə mal satışından müntəzəm olaraq gəlirlərin əldə olunması istiqamətləndirilmiş iqtisadi fəaliyyət deməkdir. Yəni ki, sahibkarlıq, yəni ki, risk şəraitində fəaliyyət göstərən insan nəzərdə tutulur. Yəni risk şəraitində fəaliyyət göstərən insan mənasında daşıyır. Sahibkarlıq bir termin olaraq 18-ci əsrdə tətbiq edilmişdir. Sahibkarlıq bazar iqtisadiyyatının deməli vacib hissəsidir. Bəzən sahibkarlıq sözünə biznes sözü də deməli sinonim sözü kimi istifadə edilir. Yəni sahibkarlıq, biznes eyni bir deməli söz kimi istifadə edilir. Bu da sinonim sözü kimi. Sinonim sözü biz ki, mənaca yaxın məna olan sözdür. Yəni bir-birinə yaxındır. Sahibkarlıq da biznesdir. Biznes sözü ingiliscədən business adlandırılır. Yəni iş müəssisəsi. Business iş müəssisəsi gəlir və başqa şəxs mənfəət əldə etməyə istiqamətləndirilmiş peşə fəaliyyətidir. Baxın, sahibkarlıq müəllimlər özü iki istiqamətdədir. Ailə sahibkarlığı, bir də fərdi sahibkarlıq. Fərdi sahibkarlıq, yəni fiziki şəxs hesabına əldə olunur. Yəni fərdi sahibkar bütün işləri özü öhdəsinə götürür. Yəni öz hesabına, şəxsi risklər hesabına hər hansı bir təsərrüfatların qərarını özü verir. Hər hansı bir işlərin öhdəsindən özü gəlməlidir. Yəni şəxsən tam məsuliyyət daşıyır. Deyək ki, fərdi sahibkar yerli icra hakimiyyətlərindən patent əsasında qeydiyyatdan keçir. Patent yəni ki, şəhadətnamə. Şəhadətnamə alır, yəni qeydiyyatdan keçir, şəhadətnamə alır və bu zamanda sahibkar fiziki şəxs kimi vergi ödəyir. Yəni burada fərdi sözü ilə yadda saxlayacaqsınız sahibkarlıq sözünü. Fərdi, yəni fiziki üzr istəyirəm. Fərdi sahibkarlıq fiziki şəxs hesab edilir. Fərdi sahibkarlıq, sahibkar bir insan şəxsən əmlakından və yaxud da müqavilə üzrə digər şəxslərdən əmlakından istifadə edir. Deyək ki, hər hansı bir borc yaranarsa, bunu özü ödəsə də, bəzən görürsünüz ki, bəzi banklardan və yaxud da kredit təşkilatlarından pul götürür və yaxud da digər insanlar var ki, onlardan borc alır. Yəni o borcların və yaxud da o kreditlərin hesabına işləyir və yaxud da kimlərisə özü də işlədir və işlətdiyi bir insana da deməli pul kimi, yəni əmək haqqı kimi verir. Özü də dolanır, onu da dolandırır və burada da vergi ödənişlərində şəxsən özü ödəyir. Və ailə sahibkarlığı. Ailə sahibkarlığı nədir? Yəni ki, şəxs istehsal formasında inkişaf etməklə yanaşı əmtəə mal istehsal edən və yaxud da xidmət göstərən müəssisə rolunda çıxış edə bilir. Məsələn, ailə sahibkarlığında fəaliyyət göstərən bir növ amillər vardır ki, bunlar bizə verilmişdir. Məsələn, pul vəsaitinin mövcudluğundan, ailə üzvlərinin bilik və bacarığından, ailə istehsalı alətlərindən və yaxud da onlardan əldə olunmuş imkanların olmasından və yaxud da sərbəst vaxtın mövcudluğundan deməli ailə sahibkarlığı yaranır. Yəni bu amillərin əsasında ailə sahibkarlığı yaranır. Ailə sahibkarlığı birgə sahibkarlıq formasındadır. Yəni ki, deyək ki, bu məqsədlə fəaliyyət göstərən ailə sahibkarlığı ailəvi sənaye ticarət firmaları ilə işləyirlər. Deyək ki, ana hər hansı bir firmada işləyirsə, bu zaman qızını, oğlunu, yoldaşını orada cəlb eləyir. Bu olur ailəvi sahibkar. Və yaxud da fərdi əmək fəaliyyətinə görə, məsəl üçün,
ailə sahibkarlığı yaranır və yaxud da ailəvi yardımçı təsərrüfatdan deyək ki, ev həyətyanı sahəsində əkibsə, becəribsə və yaxud da nə isə əl bacarıqları varsa, toxuma işləri ilə məşğul olursa, bunların satışı ilə məşğul olurlarsa, deyək ki, ana evdə əl bacarıqları ilə toxuma işləri görürsə və yaxud da bacı evdə toxuma işləri görürsə, bu zaman ata da onların satışı ilə məşğul olursa, bu olur ailəvi sahibkarlıq. Düşünürəm ki, mən kifayət qədər məlumat verdim. Özünüz üçün lazım olan yerlərin qeydlərini aparın, xırdalıqlara fikir verin. Mənə diqqətlə qulaq asdığınıza görə hər birinizə öz təşəkkürümü bildirirəm. Hər birinizə uğurlar arzu edirəm.